Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu gün hazırladığım belə bir möhtəşəm, gözəl bir tortun hazırlanma qaydasını sizlərlə də bölüşürəm. Tortumuz Qurani-Kərimdir. İnşallah bu videomu da sevərək inşallah ki izləyərsiniz. İndi isə keçək torta xanımlar. Tortu mən 20-nin 30'a olan formada hazırlamışam. Sonra kənarlarını kəsib düzləşdirdim və indi isə üzərini qanaşlayıram. İnşallah bu videomda bütün xırdalıqları ilə sizlər üçün bölüşəcəm ki siz də hazırlaya biləsiniz. Qanaşladıqdan sonra soyuducuya yerləşdirdim. Özünü tutdu. Sonra isə bax kənar hissələrinə ağ şəkər xəmirini yaydım. Tortun hündürlüyü xanımlar 9 santimetrdir. Dediyim kimi 20-nin 30'a formada hazırlamışam. Sonra kənarlarını düzləşdirib formaya saldım. Kənar hissəsini ütü ilə sıxdım. Artıq qalanları isə kəsib götürürəm. Kənarlarını bir balaca arxaya qatladım. Sonra isə yaşıl şəkər xəmirini yaydım. Bax artığını kəsdim. Yaşıl şəkər xəmirini xanımlar hardasa 2-3 santimetr qalınlığına, çox da nazik olmaz. Çünki üz qatıdır. Artığını kəsib götürürəm yenə də. Sonra isə ütü ilə ütüləyirəm, formaya salıram. Kənarlarından çıxanları yenə də kəsdim, götürdüm. Tortun kənar hissəsinə adi su çəkirəm, nazik halda. Bol-bol su vurmaq olmaz. Sonra isə üst hissəsi necə də biraz önə çıxdığı kimi alt hissəsindən də belə nazik şəkər xəmiri yayıb kitab formasına salıram. Yine artıq şəkər xəmirini kəsib 3-cü formada bax budur. Demək olar ki tortumuzun çox hissəsini artıq hazırladıq. Sonra isə əlinizin altında olan formalardan şəkər xəmiri çıxardıb, hökman deyil bu formadan olsun, kimin əlinin altında nə varsa, belə bir gözəlliklər hər yerdə olur, satışda alırsınız və tortun üst hissəsinə belə dekor qoyursunuz. Yine arxa hissəsinə nazik bir kant formasında getdim. Çünki kənarlarına da dekor vuracağım. Tort boş görsənməsin deyə. Tortun kənarına bax belə bir formada. Yenə də deyirəm, hökman deyil bunlardan olsun. Kimin nəyi varsa ondan da hazırlayıb və tortlarını bəzəyə bilər. Orta hissələrinə də belə bir yenə nazik kant qoydum. Bu əl işlərimin deyərdim ki şah əsəri olacaq inşallah. Bax belə budur, artıq hazırdır və biraz da gözəlliyinə gözəllik qatsın deyənə kandirindən istifadə edirəm. Qızılı kandirindən istifadə etdim. Gördüyünüz kimi o dəqiqədə tortun görkəmi dəyişdi. İndi isə tortun üzərində olan yazıları, yəni mən də Quran hərfləri olmadığı üçün əlimlə yazmışam xanımlar və tortun üzəri hissəsinə su vasitəsilə yapışdırıram.
Quran üzərində necə yazılar varsa, yəni o qaydayla da mənə necə atılıbsa, bax onu da yazıb yapışdırdım. Bu biraz çətin prosesdir. Çünki bütün hərfləri yerində otuzdurmaq lazımdır. Budur. Tortumuz hazırdır və yazıların üzərindən də nazik şotka ilə kislə yazılarımızı da qızıl rəngə salıram. Belə bir gözəllik alındı xanımlar. Çox dəyərli bir hədiyyədir. Bunu mənə hazırlatdıran xanıma da çox təşəkkür edirəm ki, bu gözəlliyi mənə həvalə etdi. İnşallah siz də bu videodan yararlanarsınız. Səliqə ilə yazıların hamısının üzərindən gedirəm. Yəni tort həmişə deyirəm ki, səbir tələb edir. Bax budur, gözəlliyimiz hazırdır. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız məmnun olaram. Allah'a əmanət olun. Yeni videoda görüşənə qədər.